Salam dəyərli izləyicilər, növbəti bir mənzildə hamınızı xoş gördük. Bugün Nərimanov metrosunun yaxınlığında yeni tikili kupçalı binada 3 otaqlı, tam təmirli və əşyalı bir mənzildə sizi yaxından tanış edəcəm. Hal-hazırda mənzilin qonaq otağını görürsünüz. Geniş işıqlı bir qonaq otağı var və qonaq otağından geniş bir eyvana çıxış var. Mənzilin qarşısı açıqdır, qarşısını heç bir maneə kəsmir. Yenidən mənzilin qonaq otağına qayıdacağım. İlk öncə mənzilin giriş hissəsindən sizə yaxından tanış edim. Burada giriş qapımız yerləşir. Daxil olduqda geniş bir dəhliz hissə bizi qarşılayır. Bütün otaqların girişi dəhliz hissədəndir. Orada mənzilin mətbəxi, geniş bir mətbəx hissəsi, əsas yataq otağı, uşaq yataq otağı yerləşir. Giriş qranit mərmər və istipolladır. Sağ tərəfdə mənzilin sanitar qovşağı yerləşir. Lazım olan aksesuarlarla tam şəkildə təmin olunub. Baxın, bu şəkildədir. Mətbəx giriş, yəni qranit mərmər görünən hissələrdə istipoldan istifadə olunub. Girişdə solda belə bir qardirob hissə yığılıb. Gömmə qardirob hissədir, tam boy tavana qədər. Qonaq otağını görürsünüz. Qonaq otağında isə lazım olan əşyalar 90%, yəni tam şəkildə demək olar yerləşdirilib. Yalnız elektronikalar yerləşdirilməyib. Belə bir gözəl qonaq otağıdır. Bu hissədə TV stand hissə yığılıb. Döşəmədə parketdən istifadə olunub. Divan, kreslo və yemək masası tam şəkildə yerləşdirilib. Qonaq otağını sizlərə təqdim elədik. Keçək mənzilin mətbəx hissəsinə. 102 kvadrat ümumi sahəyə malikdir. Sənəd kupçadır. Dövlət ipotekasına tam yararlıdır. Belə bir geniş mətbəx hissəmiz var. Dəyərli izləyicilərimiz, baxın, bu şəkildədir. 102 kvadrat olmasına baxmayaraq mənzilin bütün otaqlarının pəncərəsi mövcuddur. Burada qurulmuş mətbəx hissəni də görürsünüz. Qiymət də çox münasib qiymətdir. Qiymət də sonda deyəcəm, real alıcıya endirim olunacaqdır. Burada mənzilin uşaq yataq otağı yerləşir. Lazım olan əşyalarla tam şəkildə yerləşdirilib. Bir daha bu şəkildən sizlərə təqdim edim. Bütün otaqların pəncərəsi var, qeyd edim. Burada isə mənzilin əsas yataq otağı yerləşir. Daxil olduq belə bir geniş yataq otağımız mövcuddur. Yataq otağı üçün də lazım olan hər bir avadanlıq tam şəkildə yerləşdirilib. Qardirob hissi olsun, make-up masası olsun, yataq dəsti olsun, hamısı tam şəkildə yerləşdirilib. Mənzilimiz Nərimanovda metronun yaxınlığında yeni tikili 16 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. 102 kvadrat ümumi sahəyə malikdir. 2 otaqdan 3 otağa düzəlsə də mənzilin bütün otaqlarının pəncərəsi var. Qonaq otağı, uşaq yataq otağı, əsas yataq otağı, mətbəx hissəsi, burada isə qardirob hissəsi və geniş işıqlı bir qonaq otağı və dəhliz hissəsi mövcuddur. Mənzilin qiyməti 250 min manat başlanğıc qiymətdir. Real alıcıya isə endirim olunacaq. Açar bizdədir. Gün ərzində mənzilə əyani şəkildə də baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.